Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi. Kanala abunə olub video beğenmeyi unutmayın. Ermənistanın mövcud sülh gündəliyi ilə bağlı verdiyi açıqlamalarla əməlli addımlar arasında ziddiyyətlər rəsmi İrəvanın mövqeyinə dair şübhələr yaradır. Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin Qapılı Dövrə 2026 adlanan son təlimi bu şübhələri gücləndirdi. İyunun sonlarında keçirilən təlimin məqsədi aktiv görüş əməliyyatları zamanı yerli media ilə ordu arasında koordinasiya təşkil etmək, informasiya yayımını idarə etməkdir. İlk baxışda bu təəccüblü görünməyə bilər. Hərçənd açıq qalan məqamlar var. Birinci sülh gündəliyinin mövcud olduğu dövrdə belə bir təlimlərin keçirilməsi hansı zərurətdən qaynaqlanır? İkincisi, təlimlər Lori bölgəsində Azərbaycanla sərhəddən qısa məsafədə keçirilib. Məlumatlar məkanının Tavuş bölgəsinə sərhəd əraziləri olduğu ehtimalını önə çıxarır. Niyə Azərbaycanla sərhəd? Bu məqamlar Ermənistanın hərbi rəhbərliyinin bölgədəki sülh gündəliyi üçün gözlənilməz hesab ediləcək ssenariləri hazırlaşdığı fikrini formalaşdırır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asyanın birbaşa nəzarət etdiyi təlimlərlə Azərbaycan sərhəddə mümkün eskalasiya zamanı media nümayəndələri idara olunmasının simulasiya həyata keçirilib. Əsas diqqət çəkən məqamlardan biri hərbi polis bölmələrinin təlim ərazilərində media nümayəndələrindən ibarət qrupların hərəkətini idarə etməsidir. Lori regional administrasiyanın məlumatlarında bildirilir. Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən Qapalı Dövrə 2026 təlimi çərçivəsində hərbi polis 27 iyun tarixində Lori bölgəsində bir neçə yaşayış məntəqəsini gücləndirilmiş patrul xidməti həyata keçirəcək. Bölgə əhalisinin bunu nəzərə almalarını xahiş edirik.